Short videoları kanalları necə məhv edir? YouTube istifadəçiləri hər gün kanallarında minlərlə, milyonlarla izlənmə almaq üçün dayanmadan dəli kimi short paylaşır. Bəs sizə desəm ki, bu short videoları kanalınızı məhv edir, nə düşünərsiniz? Bəli, short videolarının bir çox faydası olduğu kimi, həmçinin zərərləri də var. Dayanmadan short paylaşan kanallar özləri də bilmədən kanallarını məhv edir. Hər gün 2, 3 və daha çox short paylaşan kanallar yalnız short izləyicilərinin diqqətini çəkdiyi üçün bir müddət sonra normal videoları izlənməməyə başlayır. Normal olaraq short izləyiciləri yalnız short videosu izlədiyinə görə normal videoları açdıqda 5 və yaxud 10 saniyə izləyib videonu bağlayır. Bu da normal videoların orta izlənmə müddətini aşağı saldığı üçün kanalın önəlməsini azaldır. Nəticə etibarilə videolarınız izlənirdisə, hər gün daha çox short paylaşdıqca izlənmə əldə etməkdənsə köhnə videolarınızın izlənməsini və önərməsini daha da azaltmış olursunuz. Bəs bu halın önünə necə keçmək olar? Həm short paylaşıb, həm də normal video paylaşıb necə yaxşı izlənmə əldə etmək olar? Bunun yolu normal videoya yanaşdığımız kimi shorts videosuna da yanaşmaqdadır. Shorts videosu qısadır deyə çox izlənər düşüncəsi ilə yola çıxsaq, bu zaman çox vaxtı az izlənmə almış olarıq. Əgər sizin short videolarınız 100 və yaxud 500-dən aşağı izlənirsə, bu zaman günlük 1 və yaxud 2 short paylaşsanız daha yaxşı olar. Nə zaman ki short videolarınız 1000 və daha üzəri izlənmə alırsa, o zaman videoların sayını artırmaq olar. Amma yenə də həddindən artıq çox paylaşım etdikdə həm bildiriş getmir, həm də izləyiciləri sıxmış oluruq. Buna görə də günlük 1 və yaxud 2 short paylaşımı normaldır. Və yaxud da əgər normal video paylaşmışsınızsa, short videosunu növbəti günə saxlaya bilərsiniz. Çünki eyni gündə həm normal video, həm bu videonun shortsunu paylaşsanız, bu zaman izləyicilər 2 video arasında bölünür. Bəzi kəsim short videosunu izləyir, bəzi kəsim isə uzun videonu. Bu kimi halların önünə keçmək üçün normal videonu paylaşdıqdan ən az 24 saat, ən yaxşı halda isə 48 saat sonra short paylaşmağınız məsləhətdir. Bu kimi mövzularda və digər mövzularda dəstəyə ehtiyacınız varsa, mənə Instagram hesabı üzərindən və WhatsApp üzərindən yaza bilərsiniz. Konsultasiya xidmətləri mövcuddur. Videonu izlədiyinizə görə təşəkkür edirəm. Söz Bas Show.